Belə bir mallar gəlib ki, həqiqətən bir hissəsini reklam edirəm ha. Başqa bir hissəsini də ki 2-3 günə reklam edəcəm inşallah. Görək burada nə qəşəng məhsullarımız gəlib. Bax. Ən çox axtardığımız özü də sertifikatlı sarı kantaron yağı. Birbaşa Türkiyənin. Mədədə yara, səpki üçün istifadə olunur. Mədə problemlərindən və dəridə yanıd üçün istifadə olunan yağlardandır. Sarı kantaron, dazotu yağı 100 qramlıq belə bir qablaşmada. Elə də qiyməti baha deyil, yəni münasib qiymət olacaq, narahat olmayın. Sonra burada gələn yağlarımızdan birbaşa Türkiyənin istehsalı olan və yeni sertifikatlaşmış və belə bir qəşəng qablaşmada gəlmiş kənəvir toxumu, kanaplə toxumun yağı. Onkoloji xəstəlikdən əziyyət çəkənlər ürəyin fəaliyyətini yaxşılaşdırır, həm də ki bədəndə aktivlik yaradır. Bax belə bir yağımız. Sonra burada isə bu yağı şəxsən özüm içmişəm. Mən hər qara zirəni satmıram, onu deyə bilərəm sizə ki, ən çox satdığımız Həbəş toxumunun yağıdır. Bu yağ sırf Həbəşə yaxın yağdır da, yəni içdim. Yəni elə bildim ki, həqiqətən Həbəş toxumunun yağıdır. Türkiyədə Iğdır bölgəsinin qara zirəsindən çəkilir. O da ki, çox möhtəşəmdir də, yəni. Sizə deyərəm ki, bu qara zirənin yağı bizdən kim qara zirə alıb içirsə gəlsin alsın. Bax belə bir qablaşmadadır. Mükəmməldir inşallah. Aparsın, yoxlasın. Bax belə bir yağdır. Qarazirə yağı da ki, ölümdən başqa min bir dərdin dərmanıdır. Burada olan yeni məhsullarımızdan biri də ki, çox münasib qiymətə gəldi. Səhv eləmirəmsə, bax belə deyim də, qiymətləri indi tam çıxartmamışıq. Bunun qiyməti balqabaq yağının 20 manat olacaq deyəsən inşallah. 250 qramlıq. Özü də ki, tumlu baxın, belə tumu içində, çərdə yox. Tumun görürsünüz, bax bundan çəkilibdir. Bunun da rənginə baxmışam, çox qəşəng və belə çox əla bir yağdır. Özü də qara, gün keçirməz şüşədə və qutularda. Gəlib inşallah ünvanımızdan əldə edə bilərsiniz. Həm prostat xəstəliyinə görə, həm uşaqlarda qurda görə verə bilərsiniz və parazitləri öldürür. Bədəndə qurdları parçalayır. Həm böyüklər, həm uşaqlar gəlib alıb istifadə edə bilərsiniz inşallah. Sonra başqa bir